Salam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle bir yerde buradan başlıqlarını gördüğünüz gibi study vlog, ders çalışma vlog çekmek istedim. Buradan çıkabiliriz. Bize bu lazım değildi. Sadece bir başlığıydı. O zaman gece videomuza hal-hazırda saati size göstereyim. 21:05 görürsünüz. 14 aprel pazartesi. Mən dərslərimi eləməmişəm. Dedim həm də sizlərlə bir yerdə edə bilərəm. Ona görə indi sizlərlə bir yerdə dərs vlog çəkəcəm. İlk öncə plan yerimə yazacağım hansı dərsləri eləməliyəm. Sonra da keçək videomuza. Bunu hələlik lazım deyil deyə bağlayıb qoyum kənara. Bunları da bu şəkildə qoyum. Çox dərsim var amma başlayaq da nəysə. Plan yerimə yazmalıyam indi. Mən plan yerimdə bildiyiniz kimi bir də vlog neydi? Planımı yazıram. Buradan yazacağım planımı. Dərs planımı desək daha uyğun olar. Yavaş səslə danışmağımın nədəni saatdan görürsünüz. 21:05. Heç nə dərs eləməmişəm, heç nə sıfır. Başlayaq videoya. Planımı yazım, gəlim. Ya da sizlərlə bir yerdə yaza bilərəm arada. Arkadaşlar yazdım ama çok pis yazdım. Xəttimdə pis tez yazdım çünkü 4 tane dersim var imiş. Coğrafyada, riyaziyyat, fizikada, ümumi tarixdir. Çünkü sabaha olan derslerim coğrafya, riyaziyyat, fizika, musiqi, musiqini müəllimə hər dəfə bir uşaqlardan soruşur. Bir uşaqlardan yox da. Məsələn 10 nəfər bu dəfə soruşur, 10 nəfər bu dəfə, 10 nəfər bu dəfə. Sonra ədəbiyyat, ədəbiyyatdan da üstündə qalmışıq dərsin şeir idi. Yağış yağarkən şeiri. Ümumi tarix yazmalıyam. Bir ki riyaziyyatdan əlavə bir şey var, odur. Bir də ki mən kimyadan müəllimə bir şey atıb onu işləməliyəm. Kimya müəllimənin atdığını işlə. Başlayırıq 1, 2, 3, 5 dənə dərsim var. Başlayaq, işlədikdə üstünə xət çəkəcəm. Birinci də coğrafiyadan başlayaq, ən başda olduğuna görə qoyum kənara. Coğrafiyaya başlayaq. Coğrafya kitabını 7 oxuyuram bu arada. Açım. Bu dərsdir. Ay çox uzun deyə. 2 dərs daha bir dal danışmıram deyə Yusuf məndən soruşacaq bu dərsi. Ən qabaqda oturam özdə. Vay da. Ən qabaqda oturmağın pis yanı var imiş. Ay da nə qədər ölçü var ha burada. Ay çox ölçü var. Bunların hamısını oxumalıyam, tapşırıqları yazmalıyam, eləməliyəm. Ayda. Desənə çox işim var. İndi dərsi oxuyacağım. Sonra tapşırıqları yazmalıyam. Ən azından bir dəfə oxuyum, sonra ən sonunda bir dəfə oxuyaram bunu. Çünki çox vaxtım alacaq. Vlog da sıxıcı olmasın mənim üçün. Çünki sizə görə dayandıracağım mən vlogu. Belə duraklatdıracağım, sonra təzən açacağım videonu. Arkadaşlar ben bir defa okudum. Yani anladığım kadar anladım. Yani okuyacağım yine. Ona göre yarım üstegel koyacağım. Hələlik bu şeyin üstüne diyecektim. Bu plan yere yarım üstegel koyuram coğrafyanın qabağına. Çünkü hələ tam eləməmişəm. Tam eləməyəndə belə eləyirəm. Qutanın üstüne xət çəkəcəm. Riyaziyyat, fizika. Hayır, riyaziyyat çox çətin deyə axıra saxlayacağım. Fizika, ümumi tarix, kimya var. Fizika nə deyim birinci. Fizika. Ay fizika burada mən də axtarıram 2 saat. Fizika. Fizika nə vermişdi görən. Gərginliyi verdi. Yox məncə. Gərginliyi verməyim. Ona görə üstünə qalmışıq dərsin. Həmin dərsə mən danışmışdım deyə. Fizikada getdi. Durduq elə dərsə qədər şanslı günümdəyəm. Qaldı riyaziyyat, ümumi tarix, kimya. Kimyanın atdığını işləmək. 3 dənə fən qaldı. Bir coğrafiyada bir də. Ümumi tarix yazdım mən. Həm də oxuyum. Mən çıxacam yəqin ki dərsə neçə vaxt çıxmıram. Bütün dərslər qısa ilə çıxmadım. İndi bəxtindən gəlib düşən dərslər elə uzundur. Yəni görsəz, görəsiz onsuzdan göstərəcəm çünki. Baxın. Buradan başlayır, səhifə 100'dan başlayır, belə dərsdir. Budur. Sonra bu səhifə gəlir, belədir. Aça bilsəm. Bura baxın, nə boyda? 102.
Bura, sonra 103 bura, 104 bura. Buradaki şekilde burada da böyle şeyler var. Bunu okuyan olar ki. Buradaki təzə dərsdir. Bunu oxumalıyam mən. Bunu bəlkə bu vlogda oxumadım. Bəlkə. Amma oxuyacağım. Bu vlogda oxumayacağım. Sonlara yaxın bir yerdə oxuyacağım. İndi tapşırıqları yazacağım. Bu arada nə yalan deyim. Bunlar tapşırıqları yəni oxuyandan sonra, bəzən oxuyandan sonra yazıram. Bəzindəki elə yox, oxuyandan sonra yazıram. Məsələn, bu sualın cavabını bilmirəm. Bu sualın cavabını bilmirəm. Mətni araşdırıram, yazıram. Bunu da eynən elə eləyirəm. Belə görmürsən tapşırıqlar. 2, 3, 4, 5, 6. Oley be, tapşırıqlar azdı, super. Mənim üçün perfect bir şey oldu, yəni avantaj oldu. Tapşırıqların az olması superdi. İndi tapşırıqları yazıb gələcəm, çünki sizin üçün bir faydası olmayacaq. Çünki mən də kitabın içini tapıb gəlirəm. Ona görə yazım, gəlim. Dəftərimi götürüm, dəftərim buradadır. Budur. Ay oxumuram, mən şəxsən tarix oxumuram. Çocuklar okumuyorum. Sevmirəm tarix, niyə bilmirəm. Başlayıram. O zaman mən yazım, gəlim. Belə edeyim, yoxsa belə, məncə əlimlə belə. Arkadaşlar bildirim gəldiyi üçün takipçilərə cavab verirəm. Oxumaqdan beynim şişib. Neyse, çıxım. Arkadaşlar yazdım. 1134 deyir. İçindən axtarıb tapmaq çox da bir məsələdir. Baxın. Belə yazdım. Dərs oxumalıyam. Ona görə bunu da yarım üstə gəl qoyacağım. Ümumi tarixə. Baxın bu şəkildə. Yarım üstə gəl qoydum. Kimya qaldı, riyaziyyat qaldı. Belə əsas. Yarım yoxdur əsas. Kimya ilə riyaziyyat. Kimyanı işləyim. Yorulmadan. Riyaziyyat işləyirəm mən sonda. Kimyanı açım buradan. Batıb açacağım bir dəqiqə. Belə birinci test budur. Sonra da cavablarını atmalıydı, atıb. 25 tane sualdı, hə? 10 dənəsi burada. Bir dənə var kimi burada. Eyni şeydir bu. Ha. Bir dənə olan kimi burada. O 25'ti. 11, 17. Şimdi bu 25 tanesini işlemeliyim arkadaşlar. Ben defterimi götüreyim. Çantamdadır. Şüpheli yok çantamda. Çantamdaymış taktım. Bunun bəcəklərinə bayılıram. Baxın, öz düzəltdiyim stikerləri də yapışdırmışam hamısını. Hamısını özüm düzəltmişəm. Belə. Şimdi bu testləri işləməliyəm. Birinci buradan başlayır. Yox, bu çoxdandır. Bu da. Bu da. Hələ ki, bugünə kimi işlədiklərimi göstərim. Dəftərimin kapak fotoğrafı belədir. Açıram. İlk dəfə olimpiyadada birinci turu verəndə baxın nə qədər səhvim falan çıxırdı. Belə 3 dəftərlə falan işləyirdim. Sinif yoldaşım Hüseyin vermişdi, sağ olsun. Oradan işləyirdim bu şey. Yox, bunları PDF-dən işləmişdim mən. Yox, pardon.
İş dəftərində işləmirdim. İş dəftərində işləyirdim, çox az işləyirdim. Müəllim az verirdi. Burada neysə var imiş, neysə. Böyle işləmişəm. Burada çox səhvlərim çıxır bu arada. Bu da mənim baş saldıqların belə qeyd edirəm. Baxın belə. Sonra burada getdikcə azalır səhvlərimi görürsünüz. Belə dərslikdən tapşırıqlar verir. Bunları yazırdım. Belə tapşırıqlar verirdi, yazırdım. Baxın. Səhvlərim getdikcə azalır. Çalışdıqca azalır. Baxın burada nə qədər az səhvim çıxıb. Burada müəllimə baş salıb bunları. Bunları oxumalıyam, əzbərləməliyəm. Neysə baş verməlidir bunlar da. Bunlar belədir. Buranın baş verəm, bu ingilislə spelling azlaşırdım. Budur. Sonra buradır, yenidən. Sonra bura. Burada neysə qeyd eləmişəm. Budur, bir də ki, budur. Burada o qədər səbim çıxmamışdı. 1, 2, təzə başlamışdıq. 1, 2, 3, 4, 5. 5 dənə səbim çıxmışdı. 3 dənə də ki, boşum. Neysə. İndi keçək bu dərsə. Bu. Görən çözə bilərsiniz siz. Belə qoyum, işığı da söndürüm. Bəlkə çözə bildiniz. Aramızda kimi olimpiyadaya gedənlər ola bilər, ona görə deyirəm. Amma bura çox dağınıq deyə, buranın bir yerə belə yığıram. Bu tərəf əsas. Gələn burada olsun. Bunu arxaya vereyim. Buralar bu tərəfə vereyim. Bunu götürüm. Maket bıçağı da qala bilər. Bitti. Şimdi başlayıram. Bu nədir? Sınaq imtahanı. Sınaq imtahanı. Birdən başlayıram. Mən yazım gəlim. Yaza bildiyim qədər. Bu arada cavablara baxmıram. 1B kimi düşünürəm. Görün 1B'dir. Girsənə. Deymiş. Baxım səhvmə. Suyun donması. Suyun donmasında nə olur ki? Neysə, bunu çıx qoyum. D yazım. Müəllimə baş salar. Arkadaşlar, mən gəldim. Yazdım hamısını. İndi yoxlamaq var. Burada yoxlayacağım. Saat 22:00'dir. Yuxu gözümdən tökülür. Dərslərə görə deyil, yəni yorğunam deyə, yox, normalda kompüter baxanda belə tökülmür yuxu gözümdən. Hələ riyaziyyat qalıb, tarix falan oxumalıyam. Əsas riyaziyyatda riyaziyyatı eləyib. Riyaziyyat eləyim, aradan çıxsam, bu imam tarixdə, coğrafiyada sabah oxuya bilərəm, yəni. Sabah durumda oxuya bilərəm, amma riyaziyyat yazanda yox. Birdən yaza bilmərəm. Bunların aslında sinifə təkrarlaya bilərəm də, amma riyaziyyatı yox. Bir o səhv idi. Yoxlayım gəlim, bəlkə yox. Yoxlayım gəlim. Arkadaşlar, yazdım, yoxladım. Əlimlə bəzmişəm ki, görünməsin. Bağlayayım tez. Belə bağlayayım, neyini bilmirəm. Bu da bitti. Çox səhvim çıxdı. Səhv deyil, əsas boşdur. Başa düşmədim niyə boş qoymuşam. Özü hamısı eyni tifli deyə bir sualdan məsələn 5 dənə deyə bir sual düzündən 5 də boş qoymuşam da. Anladınız, elədir. Neysə. İndi riyaziyyat. Arkadaşlar, biliriz ki, insanın beyni gecə vaxtı sönük olur. Yorğun oldusa heç də, yəni səhər tezdən daha aydın olur beyni. Ona görə mən bunlardan heç nəyə düşmədim. Sabah qayıdan oxuyub yazmalıyam. Səhər tezdən duracam bu riyaziyyata görə sabahları. Bitti. İndi bunu riyaziyyat özündən aparım ki, oxuyacam da kompüter aparım. Oyda. İçerikdən biraz sinirəm. Çıxardım direkt. Buna baxın. Çəksim şey oldu. Bıraxmaq da istəmirəm.
O zaman bay bay edeyim size çünkü zaten sanmayacağım videonu. Çok ihtimal yerine videonu sonlandıramayacağım. Ona göre sağ olun deyirəm. Yuxum gəlir, başım da ağrıyır. Gedeyim da yatım. Bunu da söndürmeye. Ama deyir ki videomun izlenmesine baxmalıyam acil. Bu düşsün yerə üçün olmaz. Mənim şu belə eləyəm. Əvvəlki kimidir. Neyse. Gedim yatmağa. Bunu da eləyim, söndürüm. Videomu da söndürürəm. Ona göre bay bay. Bu sönsün elə sizdən də sağollaşacağım. Bu arada buradaki ışık sönməmiş. Buradaki bu ışık bəli sönməmiş. Sonra kompüter bağlamayın. Baxmayın bura qaraldı. Bu sönsün sonra bağlayın. Yine bakın ben gözləm. Qaraldı hə ama bura hələ sönməyib. Sönsün söndürəcəm. Nədir fənəri söndürən kimi konuşuyorsan diye. Ona göre sağ olun arkadaşlar. Növbəti videolarda görüşmək ümidi ilə. Videomu bəyəndinizsə videoya like koyup kanalıma abone olmayı unutmayın. Sağ olun.